Hoş gördük hər kəsi. Mən Aqil Əli. Bugün tamam fərqli video ilə sizin qarşınızdayım. Yəni ki, videonun adından və açıqlamasından oxudunuz ki, burada ad günümüzlə bağlı videodur və müəyyən hədiyyələrimiz olacaq. Ora keçməmişdən qabaq bəzi şeylər sizinlə bölüşüm. Diqqətlə dinləmənizi tövsiyə edirəm. Artıq bəli, bugün kanalımızın 4 yaşı tamam oldu və biz 4 il bundan qabaq bu kanalımızın açılmasına hansı prioritet istiqaməti götürmüşdüksə, yenə də o yolda davam edirik. Məhz sizə faydalı olmaq üçün bu kanal var. Artıq burada biz 550-dən çox video, 7 milyondan çox baxış sayına və 67 min izləyiciyə gəlib çatmışıq. Bunlar təbii ki, siz izləyicilərin sayəsindədir. Buna görə də sizə dərin-dərin təşəkkürümü bildirirəm. Kanal prioritetini heç vaxt dəyişmədi və burada kanal şəxsimə aid olsa belə, yəni siz şəxsimlə bağlı hər hansı bir dərsimin reklamı filan, yəni elanlar savayı təbii ki, reklamı görə bilmərsiniz. Yəni heç bir dərs videosunda. Çünki prioritet konkret olaraq izahlar və sizlərə faydalı olmaqdır. Və siz sağ olun, təşəkkür edirəm ki, əməyə qiymət verə bilirsiniz. Mən videolarda rəyləri oxuyuram, əksəriyyətini oxuyuram. Düzdür, maksimum çalışıram ki, cavablandırmağa çalışım. Amma məlum işlərin çoxluğundan bəzən cavab verməyə bilirəm. Buna görə də üzr istəyirəm. Yəni kaş ki elə bir vaxt imkan var ki, mən hamısını oxuyum və inanın mənə, mən sizin rəylərinizi oxuyanda işimə daha da həvəsim artır, daha da motivasiyam artır və nə olur olsun, bilin ki, təşəkkürlərim sizinlədir. İndi isə keçək bizim şərtlərimizə. Qeyd edeyim ki, biz bu ad günümüzdə də 20 nəfərə hədiyyə nəzərdə tutmuşuq. Videonu diqqətlə izləyin və şərtləri özünüz üçün qeyd kimi götürün və o qaliblərdən biri də məhz siz olun. Deməli, burada əvvəl mükafatları deyim, sonra şərtlərə keçək. Mükafatlar birinci yeri tutan 3 nəfər 1 il ərzində növbəti tədris ilində ödənişsiz təhsil alma haqqı qazanacaq, yəni 100% güzəşt qazanacaq. İkinci yeri tutan 3 nəfər isə 50% güzəşt əldə edəcək, yəni növbəti tədris ilini 50% ödənişlə oxuyacaq və üçüncü yeri tutan 3 nəfər isə 30% güzəşt əldə edəcək. Daha sonra yenə hədiyyələrimiz var. Dördüncü yeri tutan bir nəfər 100 manat məbləğində pul mükafatı qazanacaq. Beşinci yeri tutan 2 nəfər hər biri 50 manat məbləğində pul mükafatı qazanacaq. Altıncı yeri tutan 3 nəfər isə hər biri 30 manat məbləğində pul mükafatı qazanacaq. Və təbii ki, bundan bitmirik. 7-ci yer tutan 5 nəfər isə bizdən imzalı kitab hədiyyə alacaq. İndi yəqin ki, videonun açıqlama qismində də bu veriləcək və burada da titrlarda siz görəcəksiniz. Bununla bağlı mükafatları və şərtlər də elan edirəm. Burada şərtlər çox sadədir. Siz bu videonun rəy bölməsində kreativ bir ad günü təbriki yazmalısınız. Bu kreativ ad günü təbrikini isə nə qədər çox bəyənməsi olarsa və bu həmən bəyənmə sayına görə sizi qalib edəcək. Burada bəzi şeylərə deyim, o dəqiq olsun. Biz keçən il də bunu eləmişdik, amma müəyyən şeylər olmuşdu. Siz həmən rəyin linkini harasa göndərsəniz, o kanalda görsənməyəcək. Yəni ona görə də videonun linkini göndərin ki, həmən videodan daxil olub həmən rəyinizi bəyənsinlər. Yəni bu keçən il belə bir anlaşılmazlıq olmuşdu. Məsələn, mən burada həmən rəyi görməmişdim. İzləyici atır ki, məndə bu qədər bəyənmə var. Ona deyim, yəni əgər rəyin linkini atarsınızsa, mən onu görməyəcəm burada. Odur ki, videonun linkini göndərin. Və kreativ olmağa çalışın. Mən yəni ki, münsiflər də olacaq və daha kreativ bir rəy olarsa, yəni çalışacaq ki, ən çox bəyənmə alan rəyə hədiyyəmizi verək. Çalışın bu video vasitəsilə ad günümüzdə sizin də bizə hədiyyəniz olsun ki, kanala daha çox abunəçi, daha çox izləyicini cəlb eləyin ki, biz daha çox adama çata bilək və daha çox faydalı olaq. Şərtlərdə yəni qeyri-adi bir şey yoxdur. Kampaniyanın müddəti isə 30 aprelə qədər davam edəcək. Yəni burada 24 gün vaxtınız var. 30 aprelə qədər davam edəcək. 30 aprel 23:59-da kampaniya bitəcək və mayın ilk həftəsi isə qaliblər elan olunacaq və müvafiq mükafatlar təqdim olunacaq. Onunla bağlı video çəkəcəyik və o videoda siz bunların hamısını
açıq-aşkar şəkildə görəcəksiniz. Hər hansı bir xüsusi qeydiniz olarsa, mənə yaza bilərsiniz. Videonun şərh bölməsində qeyd edə bilərsiniz. Açıqlama qismində də videonun açıqlama hissəsində diqqətlə oxuyun ki, orada da müəyyən qaydalar olsa, yəni onu gözdən qaçırmayasınız. O cümlədən də bəzi şeyləri deyim. Deməli, hər abunəçi ancaq bir də yaza bilər. Yəni bunu nəzərdə saxlayın. Əgər məsələn bir abunəçi bir neçə ad günü təbriki yazıbsa, o hesablanmayacaq. Yəni birinci yer tutsa belə o hesablanmayacaq. Və bir də çalışın ki, təbrikiniz kreativ məzmunda olsun. Yəni buna da önəm verilir. Dediyim kimi bir istifadəçi ancaq bir də yaza bilər və bir də bu username-lərdən qaçın və çalışın mən sizə daha rahat tapa bilim deyə rəyinizin sonunda ya da əvvəlində öz ad soyadınızı yazın. Sonunda yazsanız daha yaxşı olar. Öz ad soyadınızı yazın. Məsələn, deyək ki, hansısa username-lə, məsələn, user 777, mən bilmirəm o kimdir. Amma bu zaman rəyi bitirdikdən sonra altında, həmən mesajın, rəyin altında mütləq öz adınızı yazın. Dediyim kimi, belə. Hər kəsə uğurlar arzulayıram. Ən yaxşı qalib siz olun və unutmayın ki, kampaniya, yəni bu müsabiqənin vaxtı aprelin 30-u 23:59-a bitəcək. İndidən hər birinizə bol şans arzulayıram. Ad gününüz mübarək olsun. Sağ olun.